Amma indi mən başqa ətir axtarıram. Ola biləcək sifariş. Hal-hazırda siz də mənlə gəlirsiniz və İradənin ad gününə gedirik. Gedirik bize. Ama size de yanına geçeceğiz. Ay. Benim Fransal var. Hello, necəsiniz? Ümid ki, hər biriniz çox yaxşısınız. Bugünkü vlogu dənizlə başlatdım və çöldə başlatdım. Çünki evdə işlər gedirdi. Videonun arxasını çəkməyi unutduq biz bir anda. Əslində bu video biraz qarışıq keçəcək. Hal-hazırda hədiyyə axtarmağa gəlmişik, amma hədiyyədən öncə nə edirik Dəniz? Dəyəni də göstərmirəm. Nəysə, indi biraz yeməklərimizi falan yiyək, bilmirəm, başımıza nələr gələcək, danışacağım ama yiyəndə. Hədiyyə üçün hədiyyə axtarırıq da, hədiyyə tapa bilmirik. Tapsırıq, normal bir şey tapmırıq. Tapsaq evet. İradənin bəyəndiyi bir şey var, amma İradənin normalde o kadar birbirimize hediye alabilen insanlarıq ki, böyle özel günlerde bir hediye tapa bilmirəm. Çok tez birbirimize hediye aldığımız için. Bəlkə düşün, biz deyilik. Bəlkə deyirəm, pul verim, özü alsın. Nədir ya? Yok. Kim eğer geçen bir pul aktarırsa, ətir aktarırsa bunu alsın. Çok geçenkdir. Ama indi mən başqa ətir aktarırım. Tapmasam, baxaq da. Sevine gəlirəm ki, kartım var. Kartım. Dəniz. Kartım. Məhliyə girəndə başqa bir yoldan gəldik. Nədir? İkinci söz. Nədir? Çox istədiyim maşını bunlara göstərim deyə maşını bura göstərəcəm. Qoyacağım yəni. Amma yəni də öz maşınımızda. Şükür, yaxşıdır yəni. Göstər. Deməli, hazırda makyajımı falan elədim, paltarlarımı və s. geyindim. Sadəcə çox tələsik oldu, o hissələr videoyu çəkə bilmədim, çox təəssüf eləyirəm. Və yəni ümumiyyətlə bildiyiniz şeylərdə əslində, bildiyiniz bir makyajda, bildiyiniz bir kombinlərdə, ona görə də çox üstünə düşmədim. Həm də tələsirəm, dərs keçdim və s. Orada biraz problem yaşadıq. Vaxtla əlaqəli. İradə ilə danışdıq 3-ün yarısına, amma hələ saat 3-ü işləyib, ortalığa bir şey çıxmayıb, yəni hələ görüşməmişik, hələ evdən belə çıxmamışam falan. Neysə, uzun sözün qısası. Bir şey demək istəyirəm sizə, baxın. Bilirsiniz, mən izləyicilərimlə hər şeyi bölüşməyi çox sevirəm. Dəqiqə, inşallah taxa bilsəm. A few moments later. Belə bir sırğa almışdım Temu'dan. 1 manat nə qədərəsə olmalıdır. Çox bəyəndim. Bundan əlavə bir dənə də günəşli bir şey almışdım. Yəni Temu'nu sevirəm. Həqiqətən doğru formada araşdırsanız çox da gözəl nəticələri ola biləcək sifarişləriniz olacaq. Ona görə də Temu sifarişlərini daha sonraki vloglar, daha sonraki videolar saxlayacağım. Çox da uzatmaq istəmirəm. Hal-hazırda siz də mənlə gəlirsiniz və İradənin ad gününə gedirik. İradə xanımın ad gününə gedirik. Demək ki, vlog çəkirəm. Amma bu gələn həftə yayınlanacaq, çox ehtimal. İradə xanım, bayaq bizə göstərdiyiniz o şeylər deyin, verdiyiniz o məlumatlar deyin. Telefon bu saat düşəcək deyə ehtiyat edirəm. Sen böyle şey göstereyim. Yok, bu değil. Harda da o. Peki değişmeyipler artık. Burada. Çok köşeli. Dar oldu. Çok köşeli. Sadece. Güzelmiş. Layıkladım. Mega. Hadi siz çekirsen. Tamam. Gediriz bize. Ama size de yanına geçeceğiz sadece. Əslində hara gedirik? Ani bir qərar verdik. Sumqayıta gedirik. Gördük Bakıda onsuz da Gitmediğimiz yer kaldı. Bəli, yemək yeyirik falan. Belə fərqlilik olsun, Sumqayıta gedək, atraksiyonlara minək. Həm də tam ad günü havasında olsun. Düzdürmü? Bugün çünkü giymişim. Bəli. Şalvarlarımız. Ayağımı
kaza yapmışız, bir fotoğraf çekme düşünüyorsun bak. Allah bizim belamızı versin. Verdi zaten, daha ne kadar harcayacak? Birincisi kaldırım. Belə gedirik şeyə, hara gedirik? Sumqayıta. Amma necə olacaq, nətər olacaq? Bir fikrimiz var mı? Məncə yoxdur. Plansız gedirik. Bəli. Birdən planımız olaydı, səhər bir saat həll eləyirdik ki, nə ilə gedək? Maşınla yoxsa qatarla? Axırda gördüyünüz kimi Maşınla gedirik. Çünki, baxın, bilməzsən. Evet, düşdünüz. Əgər qatarla getsəydik, belə qatar elə bir yerdə saxlayır. Mənim babam bir tərəfdə, Sumqayıtda. Elə bir yerdə saxlayır ki, istərsəmiz o qatarla getsəydik belə, yəni də taksi sifariş verməli olacaqdıq və s. O da bizə, bir dəqiqə, mən fokuslanmıram. Niyə fokuslanmırsan? Hansı sürpriz? Adəm. Hadi ya. Bilmirəm artıq nə. Söz gəlməmisən? Yox. Keçən il 25 manata konsertə bilet alıb gəlmişdik bura. Deyərdin də, mən də gələrdim. Sənə təklif elədim, sən istəmədin. Dedi ki, hamısı rus oxuyucular. O Bu şey tərs. il 170-dən aşağı düşmür bu dəqiqə. Deməli, nə deyirdim? Düşündük ki, qatarla gəlsək belə, yəni taksiyə pul verəcəyik. Mən də dedim ki, ondan sonra ona pul vermək istənsə, İradə maşınla pul verə, İradə daha rahat özü üçün gəlsin, yəni bizi də gəzdirsin. Düz demirəm ki? Sorry. Bəli. Aha. Qayıtı bir kənd bilirdik. Hələ kənd olsa yəni. Kənd. Yəni bizim getdiyimiz yerlər pis idi əslində. Uzun sözün qısası. İndi gedirik yeməyə. Əslində uşaqlar Viking'ə falan bilmək istədilər. Mən şey eləmədim. Çəkmirəm amma. Sadəcə yolun ortasını çəkirəm. Niyə qoymadığımı da birazdan göstərəcəm bu arada. Ama sürətli gəldi bu arada. Çox 15-20 dəqiqə maksimum sushilərdə nuggetlarda hazır oldu. Düzdür mü? Gəlin mərasimə o videonu deyirlər. Kəs mərasimi. Kimisə şeylə Xeyir işinə. şərik olmaq. İradən xeyir işinə gəlmişik. O gün olsun gələn il. Ərçün. 2 təbrikdən birində deyirlər ki, inşallah gələlim. Mən də elə elədim. Amma indi prob edib sizə deyəcəyik. Bu havada neylərik? Bakıdan bu Sumqayıtda Bu arada biz yaxınlaşdıq. Bu arada mən buranı çox bəyəndim. Kartolu falan hamısı çox sürətli bir şəkildə gəldi. Sushisi çox bəyəndim. Bir dənə bu pizza. Barbekü soslu pizzanı. Barbekü soslu pizzanı çox da bəyəndim. Orada mən hamısı adını oldum bəyəndim. Bəyənmədim, mən bəyəndim. Yəni bu qədər. Neden danışırsınız? Ben Böyle bir şeydi diyeceğim. İstenen böyle bir şeydi. Burada her ayrı oturuyor. Aha. Burada da 2 nefer. Orada hem öz etrafında hem de böyle şey var, kurulu. İncarı değil. Onun yerinde saç falan asıl olabilmez. Yani çok hiç yan görmezsen okulda. Resimleri çıkardım o zaman. Bayaq Nərəmindir ilk atraksiyonumuzu əslində mindik. Maşın çarpışan maşınlara mindik. Başladı. 3 dəqiqə çox tez gəldi, keçdi bizə görə. Böyle bir dakika oldu. O başladı sonra. Çox tez gəldi, keçdi. Amma mən bir ara bir ortada bir dayandım. Nə? O şey.
Belə gəlirlər. Buna minək. Buna, İradə, buna. Biz desəm buna minirik. Görürsünüz mü? Arkadakı səslər boş verir. İradə tək gedir. Səbəbi budur. Geliyor gözümüzün nuru. Deniz. Bunlar buna minmək istəyirlər. İşte mən qorxuram. Sevinir. Hələ olacaqdan xəbəri yoxdur. Bunların xəbərləri var. Bayaq göstərdiyim yerdən indicə çıxmışıq, təzəkdir 2-3 dəqiqə olar özümüzə gəlir deyə. Başqa atraksiyonlar axtarırıq. Vikingə minməmələr üçün əlimdən gələni eləməyə çalışıram. Amma çox pis idi, çox pis idi. Biz bir-iki dənə atraksiyona minəndən sonra artıq nəhayət bir telefonu biraz siz tərəfə də belə qoyum. Hə, bir dənə TikTokda gördüyünüz bir atraksiyon var idi. Səsim çıxmır qışqırmaqda. Bəli, bu atraksiyondan söhbət gedir. Orada bir dənə kastada dayı var idi. Ona soruşduq ki, bəs bu hardadır? Dedi, siz Sumqayıtı tanıyırsınızmı? Dedim, xeyr, Bakıdan gəlmişik. Dedi, sırf bunun üçün gəlmişsiniz. Dedim, bəli, bunun üçün gəlmişik. Yəni buradakı atraksiyonlar üçün. Kişi həqiqətən bir şoka girdi. Sonra dedi ki, bəs bura, mən dedim, Göyərçin parkı falan mı? İstərsiniz, bir-iki parkı tanıyıram burada. Dedi, Vikingə minin. Dedim, xeyr, Viking çünki çox yüksəyə qalxır. Nə olursa olsun da, yəni. Teşekkürler. Teşekkürler. Saçım başım ne gündədir ya. Ben bugün... Tərəf vereyim mi? Yok. Her şeyimiz var. Her şeyimiz var. Uzun bir yol geleceksiniz. Oradan sağa sola. Dedim, bəs maşınla gitmeye olur. Dedi, maşınınız var. Dedim, var. Maşın var. Dayı şok. Mənə. Dayı şok. Ama ha, indi gedirik. Uzun bir yolumuz. Uzun değil. Maşınla. Bence 2-3 dəqiqəlik bir yoldur. 3 dəqiqə. 3 dəqiqəlik bir yol. Nə təpilirəm. İndi oraya gedirik. Ama getməmişdən əvvəl baş qarışıqlığı olmasın. Hədiyəmizi verək deyə düşündüm. Həm aldım hədiyyə. Bəli. Çok düşündüm bunu bu arada. Onu demək istəyirəm. Videonun olsa əvvəlində bilirsiniz. Biraz araşdırdıq nə alaq, nə almayaq deyə. Bu qızı tələbələr hər şey alır onsuz da. Düşündüm nəyi daha çox istifadə edə bilər, nəyi öz üstünə vura bilər, özü ilə daşıya bilər. Ona görə duxa aldım. Buyur aşkım, ben yaxşıram. Bəyənəm. Gözlü. Hamsıdır. Ben de beğendim. Evet. Aç aç. Biraz belə tutum telefonu. Bəli, Nightfall. Bulaşı da ama bu. Bulaşıdır. Bulaşı da ben de beğendiğim de aşkım. Ay ay ay. Maybe'nin üstüne Zara doksun. Değil mi? Sanki bir Araşdırmışam əslində. Əvvəlcədən belə təxmin bilirdim ki, nə alacaq bir dəqiqə. Hə, telefonu qoydum. Deməli, bu status paylaşmışdı bir neçə gün əvvəl. Deməli, Starbucks'dan kofe içirdi. Yəni ki, bunların birindən getmişdi. Yəni ki, dənizlə getmişdi. Dəniz deyirsə ki, o. Deməli, qavaldı Zara paketi. Nigar da həmişə nəsə alanda mənə deyir ki, bunu almışam. Və bunu mənə demir. Tabii ki, adını hediyesidir. Necə deyə bilərəm? Zara'dan nə ola bilər? Ya paltar, ya duxu. Çünki oradan bijuteriyanı üstə bəyənmirəm. Düşündüm ki, paltar... Oradan bijuteriya almıram da yəni. Yəni. Düşündüm ki, paltar ölçülərimi soruşmadısa, yəqin ki, duxu olar. Və tapdım. Bəli. İndi isə yolumuza davam edək. Ya da təsəvvür edin, onu almamışam. Zara'dan onu almamış da ola bilərdim. Amma aldım. Eləmi Dəniz? Bəli. Bəli. Mənim duxu zövqlərimə güvənin. Bundan sonraki videolarda duxularla əlaqəli bir-iki şeylər danışa bilərəm. Vlogların birində. Hadi bay bay. Biz buna bak, parka Onu bak. parka atladık. Gittiğimiz yola bakın. Oranı çek. Abala. Buralı. Biraz yukarı çek. Bir ara çek. Yeni ev alacaq buradan. Kafanı çek zəhmət olmasın. Yola bakın. Çəkilsən görünəcək. Bax, yol. Bura deyik. Yarım bir şey değişir. Çok qorxulu gəlir mənə.
Hara gəlmişik? Bir daha baxaq, belə çevir. Və məni bura saldılar. Məni bura saldılar. Bundan sonra da video çəkəcəyik. Bizlərə get Viking ömürmək istədilər deyə Viking şeyləri sizə onları göstərim. Yəni Viking ömürmək istədi, ona görə Viking göstərib mindirdim də mən çox qorxam bu qədər hündürlükdən. Yəni nə olacağı bəlli deyil əslində. Ona görə mən minmədim, amma onlar mindilər. İnşallah görə çıxışlar nətər olacaq onların. One eternity later. Demədi. Tiplərə bax, ölmüşük. Yorulmuşum. Həqiqətən çox yorulmuşum. Evet. Tez deyirəm, daha tez çıxardıq evdən. Amma mümkün deyil də, mənim dərsim falan var. Dərslərimiz var. Müəllim onda belə olur da. Neyse, şamlarımızı üfrək. İrayda xanımız yeni yaşı. Qoca aldım, qoca aldım. 3 gün əvvəl idi. Amma qoca aldım. 3 gün əvvəl idi. Bu formada oldu mu? Yox, xeyr. Fərqli idi. Neyse, mən başım ucu gedirəm. Bol şans olur. Bir dəfə deyim və ilk dəfədir ki, nəsə arzusu sevmirəm. Amma mən çox güzel, mən sevmirəm tələsdirməyi. Keçən arzular reallaşdı, inşallah. Bol uğurlu, bol gözəl gələcəkli bir həyat təşkil